Bismillahirrahmanirrahim. Şeyh Salih Fovzan, Allah onu qorusun, namaz haqqında belə deyir. Namazın fəziləti və faydaları haqqında. İnnas salate hiye er-ruknu thani min arkanil İslam. Namaz İslamın ikinci rüknudur. Ba'de eş-şehadeteyn. İki şehadətten sonra. Eşhedü en la ilahe illallah ve eşhedü enne Muhammeden Resulullah. Bu şehadetten sonra ikinci rükündür. Ve hiyel fariqatu beynel muslimi vel kafir. Ve bu Müslüman ve kafir arasında bir ayrıcıdır. Ve hiye amudul İslam. Ve o İslam'ın direğidir. Ve evvelu ma yuhasabu anhu'l abd. Kıyamet günü insanın en birinci hesaba çekileceği emeldir. Fe in sahhat ve qubilet qubile sairu ameli. Eğer namazı doğru olsa ve kabul olunsa, diğer əməlləri də qəbul olunacaq. Və in ruddə sairu ameli. Eğer namazı qəbul olunmasa, rədd olunsa, diğer əməlləri də qəbul olunmaz. Və qad zukiratis salatu fi mevatin kəsiratin minel Kur'an el-Kerim. Namaz Kur'an-ı Kerim'de çox yerlərdə qeyd olunub, zikr olunub. Ala sıfatin mutenevvi'e. Müxtəlif vəsiflərlə, müxtəlif sifətlərdə, müxtəlif vəsiflərdə. Fətarətən yə'murullahu bi iqamətihə. Bəzən Allah Teala onu doğru düzgün qılmağı əmr eləyir. Və taratan yubeyyinu məziyyətəhə. Bəzi yerlərdə Allah Teala onun məziyyəsini, xeyrini, üstünlüyünü qeyd edir. Və taratan yubeyyinu thawabəhə. Bəzi yerlərdə Quranda Allah Teala onun savabını bəyan edir. Və taratan yaqrinuha ma'as sabri vel emri bil isti'anati bihima aləş-şədaid. Və bəzən də Allah Teala namazı səbirlə birlikdə zikr eləyir və Allah'tan kömək istəməklə birlikdə kömək eləyir. Şiddətli, çətin vaxtlar gələndə səbirlə və Allah'tan kömək istəməklə birlikdə namazı da qeyd eləyir. Yəni şiddət, çətinlik olanda namaz qılmaq, səbir etmək və Allah'tan kömək istəmək lazımdır. Və min thəmmə kənət qurrata aynir Rasulü sallallahu aleyhi ve sellem min hadihi dünya. Və buradan da namaz bu dünyada Allah elçisinin sallallahu aleyhi ve sellemin gözünün nuruydu, gözünün ışığıydı. Fəhiyyə hilyetu ən-nebiyyin. Peyğəmbərlərin bəzəyidir, gözəlliyidir. Və şiarus salihin. Salihlərin şiarıdır. Və hiyyə suletun beynəl abdi və beynə rabbil alemin. Və namaz aləmlərin Rəbbi ilə qul, insan arasında bir əlaqədir, bir vəsilədir. Və hiyə tənhə anil fəhşai vəl munkar. Namaz fahiş və pis işlərdən çəkindirir. Velhamdülillah.